VM fəlsəfi manifesti, şüurun oyanışı və insanın özünü yenidən kəşfi. İnsan min illərdir cavab axtarır. Kimdir o? Haradan gəlmişdir? Niyə yaşayır? Və hara gedir? Bu suallar təsadüfi deyil. Onlar insanın varlığının özündən doğur. Din bu suallara mənəvi dillə cavab verdi. Elm onları ölçməyə çalışdı. Fəlsəfə isə anlamağa yönəldi. Lakin bu yolların heç biri tək başına insanı bütöv həqiqətə çatdıra bilmədi. Çünki insan həqiqəti parçalayaraq dərk etməyə çalışdı. Bu manifest həmin parçalanmanı aradan qaldırmaq üçün yazılmışdır. İnsan, varlığın şuurlu nöqtəsi. İnsan nə yalnız bədəndir, nə də yalnız ruh anlayışı ilə izah oluna bilər. O, maddə və enerjinin sadə birləşməsi deyil. İnsan anlayan, seçən və dəyişən varlıqdır. Onun dəyəri nə mənşəyində, nə də sosial mövqeyində gizlidir. Onun dəyəri şuurundadır. Şuur isə sadəcə düşünmək deyil. Şuur görməkdir, fərq etməkdir, məsuliyyət daşımaqdır. İnsan şuuru vasitəsilə yalnız dünyanı dərk etmir. O, eyni zamanda bu dünyaya təsir edir. Həqiqət, parçalanmayan sistem. Həqiqət birdir, lakin insan onu müxtəlif dillərlə izah etmişdir. Din onu müqəddəslik kimi təqdim etdi. Elm onu qanunlara çevirdi. Fəlsəfə isə səbəblər zənciri kimi izah etdi. Əslində bunların heç biri bir-birinə zidd deyil. Onlar eyni sistemin fərqli ifadələridir. Parçalanma həqiqətdə deyil, parçalanma insanın qavrayışındadır. Azadlıq, seçim və nəticə. İnsan azad olmaq istəyir, lakin azadlığı çox zaman yanlış anlayır. Azadlıq istədiyini etmək deyil, azadlıq nəticədən qaçmaq deyil. Azadlıq etdiyini anlamaq, niyə etdiyini bilmək və nəticəsini qəbul etməkdir. Azad insan sərbəst deyil, məsuliyyətlidir. Güc, idarə olunmalı enerji. İnsan müxtəlif formalarda gücə sahibdir. Fiziki, emosional və intellektual. Lakin güc istifadə edilmək üçün deyil, o, idarə olunmaq üçündür. İdarə olunmayan güc zülm yanadır. İdarə olunan güc ədalət yaradır. Bu fərq insanın daxilində baş verir. Dəyər, insanın əsl ölçüsü. İnsan yalnız yaşamaq üçün yaşamır. O, dəyər yaratmaq üçün yaşayır. Bu dəyər biliklə, mərhəmətlə və ədalətlə ölçülür. Dəyərlər olmadan inkişaf yoxdur. İnkişaf olmadan isə həyat yalnız davam edən prosesdir, məna deyil. Mənəvi mədəniyyət, həqiqi insanlıq. İnsanların fərqi var-dövlətdə, gücdə və ya mövqeydə deyil. İnsanların fərqi münasibətdədir. Başqasını necə gördüyündə, fərqliliyə necə yanaşdığında və zərər verib vermədiyindədir. Mənəvi mədəniyyət başqasını anlamaq, fərqliliyi qəbul etmək və zərər verməməkdir. Bu olmadan nə din qalır, nə elm, nə də inkişaf. Qadın və kişi, tamamlanma. İnsan iki fərqli formada mövcuddur, qadın və kişi. Bu fərq üstünlük deyil, bu fərq zəiflik də deyil. Bu fərq funksiyadır. Bərabərlik eyni olmaq deyil, bərabərlik eyni dəyərə malik olmaqdır. Rollar fərqli ola bilər, dəyər isə dəyişməzdir. Bu fərqi anlamayan cəmiyyət balansını itirir və harmoniya yarada bilmir. Din, vasitə. Din məqsəd deyil, din qorxutmaq üçün mövcud deyil. O, idarə etmək üçün də mövcud deyil. Din izah etmək və yön göstərmək üçün vardır. Əgər din insanı dəyişmirsə, o yalnız formadır. Həqiqi din insanın daxilində qurulur. Həyat, qanun və nəticə. Həyat təsadüfi deyil. İnsan düşünür, seçir və nəticə yaşayır. Bu zəncir pozulmur. Bu səbəbdən insan şuurlu yaşamalıdır. Çünki hər seçim nəticə yaradır və hər nəticə yeni reallıq formalaşdırır. Ölüm, keçid. İnsan ölümündən qorxur, çünki onu anlamır. Ölüm yox olmaq deyil, o dəyişməkdir. İnsan yaşadığı müddətdə təsir yaradır. Bu təsir onun fiziki varlığından sonra da davam edir. Həyatın məqsədi. İnsan niyə yaşayır? Bu sualın cavabı sadə görünə bilər, lakin onun dərinliyi sonsuzdur. İnsan anlamaq üçün yaşayır. Özünü, başqasını və varlığı anlamaq üçün. Bu anlayış şuuru genişləndirir və insanı dəyişir. İnsan düşündüyü qədər mövcuddur. Anladığı qədər inkişaf edir.